Salam hörmətli müdavimlər, mən İbrahim. Bugünkü video dərsimizdə sizlərə Uşaq Birliyi Təşkilatı rəhbərliyinə hazırlaşan namizədlər üçün test nümunələrini təqdim etmək olacaq. Test nümunələrinin doğru cavab variantlarını təbii ki qeyd edəcəm videonun gedişatı zamanı. Siz də videonu pauza edərək hər hansısa bir testə uyğun bildiyiniz cavab varsa, təbii ki özünüzdə qeyd apara bilərsiniz. Bir növ özünüzü yoxlamaq məqsədi ilə çəkilən bir testdir bu. Başlayaq test 1-dən. Birinci test bizdən soruşur ki, Uşaq Birliyi Təşkilatının əsas məqsədi nədir? A variantı, yalnız şagirdlərin nizam-intizamına nəzarət etmək. B variantı, şagirdlərin ictimai fəallığını artırmaq, onların liderlik bacarıqlarını inkişaf etdirmək və vətənpərvərlik ruhunu aşılamaq. C variantı, yalnız məktəbdə tədbirlər təşkil etmək. D variantı, şagirdlərin tədris prosesinə müdaxilə etmək. Bir qayda olaraq, belə deyim sizə, əsasən yalnız sözü var ha. Yəni, hansı variantda belə tipli sözlər varsa, təkcə, yalnız, ancaq, bu kimi sözlər testlərdə, yəni doğru cavab variantı olmaya bilər. Əksər hallarda 80%, 70% belə olur. Aydındır, biraz bu məsələni diqqətdə saxlayın. Bu test nümunəsində də A və C variantlarında bu sözü görürük, yalnız sözü. D variantında isə şagirdlərin tədris prosesinə müdaxilə etmək. Bu da təbii ki uyğun cavab ola bilməz, məntiqsiz bir yanaşmadır. Bu testimizin, yəni birinci testimizin doğru cavab variantı B variantıdır. Şagirdlərin ictimai fəallığını artırmaq, onların liderlik bacarıqlarını inkişaf etdirmək və vətənpərvərlik ruhunu aşılamaqdır. İkinci testə baxırıq. İkinci test bizdən soruşur ki, Uşaq Birliyi Təşkilatı rəhbərinin, yəni UBR-in əsas vəzifələrindən biri hansıdır? Yəni, sırf vəzifəsini soruşur. Yəni, daha doğrusu, vəzifələrindən birini soruşur. A variantı, şagirdlərə əlavə dərs keçmək. B variantı, məktəbdə şagirdlərin tərbiyə və ictimai işlərini təşkil və koordinasiya etmək. C variantı, yalnız müəllimlərin fəaliyyətinə nəzarət etmək. D variantı, məktəbin təsərrüfat işlərini idarə etmək. Təbii ki, testin belə deyim, testdə qoyulan sualdan da aydın olur ki, burada doğru cavab variantı B variantıdır. Məktəbdə şagirdlərin tərbiyəvi və ictimai işlərini təşkil və koordinasiya etməkdir. Üçüncü testə baxırıq. Məktəb, bir dəqiqə. UBTR rəhbəri məktəbdə hansı yaş qrupları ilə işləyir? A variantı, yalnız ibtidai sinif şagirdləri ilə. B variantı, yalnız yuxarı sinif şagirdləri ilə. C variantı, məktəbdə təhsil alan bütün şagirdlərlə. D variantı, yalnız məktəbdən kənar tədbirlərə qatılanlarla. Təbii ki, biraz öncə də qeyd etdiyim kimi, yalnız sözünə fikir versəz burada A, B, D variantlarında göstərilib. Bu testimizin isə doğru cavab variantı C variantıdır. Məktəbdə təhsil alan bütün şagirdlərlə. Yəni, fərq eləməz, ibtidai sinifdə oxuyur, 5-ci sinif şagirdidir, 11-ci sinif şagirdidir. Yəni, bütün şagirdlərlə işləyir UBTR. Daha sonra 4-cü testə baxırıq. Uşaq Birliyi Təşkilatı rəhbəri hansı sahələr üzrə fəaliyyət göstərir? A variantı, yalnız məktəbdə idman yarışları keçirməklə. B variantı, yalnız məktəbdə tədbirlərin təşkilini həyata keçirməklə. C variantı, tərbiyəvi tədbirlər, vətənpərvərlik tərbiyəsi, ekoloji maarifləndirmə, intellektual yarışlar və sosial fəaliyyətlərin təşkili, həmçinin digər belə deyim, tədbirlər də təşkil edə bilər. D variantında isə şagirdlərin dərs cədvəlinin tərtib edilməsi. Burada isə doğru cavab variantımız 4-cü testdə C variantıdır. Tərbiyəvi tədbirlər, vətənpərvərlik tərbiyəsi, ekoloji maarifləndirmə, intellektual yarışlar və sosial fəaliyyətlərin təşkili ilə. 5-ci testə baxırıq. Uşaq Birliyi Təşkilatı rəhbəri məktəbdə hansı tədbirləri təşkil edə bilər? A variantı, yalnız məktəbin idarə heyəti üçün toplantılar. B variantı, məktəbdə sosial layihələr, intellektual yarışlar, mədəni kütləvi tədbirlər və ekoloji aksiyalar. C variantı, yalnız müəllimlərin iş yükünü azaltmaq üçün toplantılar. D variantı, yalnız məktəb rəhbərliyinin göstəriş verdiyi tədbirlər. 5-ci testimizin isə doğru cavab variantı B variantıdır. Məktəbdə sosial layihələr, intellektual yarışlar, mədəni kütləvi tədbirlər və ekoloji aksiyalar təşkil edə bilər. 6-cı testə baxırıq. Məktəbdə Uşaq Birliyi Təşkilatının sədri kimlər arasından seçilir? A variantı, müəllimlər arasından seçilir. B variantı, məktəbin rəhbərliyi tərəfindən təyin edilir. C variantı, şagirdlər arasında seçki yolu müəyyən edilir. D variantı, məktəbin təsərrüfat işləri tərəfindən, yəni təsərrüfat işləri üzrə direktor müavini və ya təsərrüfat müdiri tərəfindən seçilir. 6-cı testimizdə indi sual verəcəksiniz ki, niyə görə burada imtahan məsələsi qeyd olunmayıb? Əslində, B variantına baxın, məktəb rəhbərliyi tərəfindən təyin edilir, yəni işə qəbul edilir.
Yəni burada müqavilənin kimlə bağlıdır? Uşaq Birliyi Təşkilatı rəhbəri. Təbii ki, məktəbin direktoru ilə. Müvafiq imtahanı, yəni müsabiqəni daha doğrusu keçəndən sonra test, həmçinin müsahibə mərhələsi əgər olacaqsa, həmin müsabiqədə, o zaman bəli, müvafiq balı toplayandan sonra təyinat alır və müqaviləni sırf məktəb rəhbərliyi ilə bağlayır. Yəni B variantı doğru cavab variantıdır burada. 7-ci testə baxırıq. UBT rəhbəri məktəbdə hansı keyfiyyətləri ilə nümunə olmalıdır? A variantı yalnız sərt intizam qaydalarına riayət etməlidir. B variantı liderlik, təşkilatçılıq, ünsiyyət, bacarığı və şagirdlərlə dost münasibəti qurmaq. C variantı yalnız məktəb rəhbərliyinin tapşırıqlarını yerinə yetirməlidir. D variantı yalnız valideynlərlə işləməlidir. 7-ci testimizin də doğru cavab variantı B variantıdır. Liderlik, təşkilatçılıq, ünsiyyət bacarığı və şagirdlərlə dost münasibəti qurmaqdır. 8-ci testə baxırıq. Şagirdlərin sosial aktivliyini artırmaq üçün hansı üsullardan istifadə etmək olar? Yəni şagirdlərin, bütünlüklə şagirdlərin sosial aktivliyini artırmaqdan gedir söhbət. A variantı yalnız sinif rəhbərlərinə tapşırıqlar verməklə. B variantı şagirdlərin maraqlarına uyğun layihələr, debatlar və komanda oyunları təşkil etməklə. C variantı yalnız məktəb direktorunun göstərişi ilə fəaliyyət göstərmək. D variantı şagirdlərin cəzalandırılmasını təşkil etməklə. Bu 8-ci testimizin də doğru cavab variantı. Yəni sualın qoyuluşundan da yəqin ki bilirsiniz. B variantı şagirdlərin maraqlarına uyğun layihələr, debatlar, həmçinin komanda oyunları təşkil etməklə. 9-cu testə baxaraq, 9-cu test aşağıdakılardan hansı Uşaq Birliyi Təşkilatı rəhbərinin fəaliyyətinə aiddir? Yəni aid olanı soruşur. A variantı şagirdlərin dərs yüklərinin artırılması. B variantı məktəbdə könüllü qrupların və xeyriyyə layihələrinin yaradılması. C variantı yalnız müəllimlərin iclaslarında iştirak etmək. D variantı məktəbdə təsərrüfat işlərinə nəzarət etmək. Yəni Uşaq Birliyi Təşkilatı rəhbərinin fəaliyyətindən soruşur bizdən 9-cu testimizdə. Məktəbdə könüllü qruplar və xeyriyyə layihələrinin yaradılması təbii ki, onun fəaliyyətinə aid edilə bilər. 10-cu testə baxırıq. Uşaq Birliyi Təşkilatı rəhbəri məktəbdə şagirdlərin hüquqlarını necə qoruya bilər? A variantı şagirdlərə öz fikirlərini sərbəst bildirmə imkanı yaradaraq və onların problemləri ilə maraqlanaraq. B variantı yalnız məktəb rəhbərliyinin göstərişlərinə əməl etməklə. C variantı yalnız intizam qaydalarına riayət etməklə. D variantı şagirdlərə sərt cəzalar tətbiq etməklə. 10-cu testimizin də təbii ki doğru cavab variantı A variantıdır. Şagirdlərə öz fikirlərini sərbəst bildirmə imkanı yaradaraq və onların problemləri ilə maraqlanaraq deməli, şagirdlərin hüquqlarını qoruya bilər. 11-ci testə baxırıq. Şagirdlər arasında qarşıdurma yarandıqda Uşaq Birliyi Təşkilatı rəhbəri nə etməlidir? A variantı heç bir tədbir görməməlidir. B variantı münaqişəni sakit şəkildə həll etməyə çalışmalı və lazımi hallarda psixoloq və məktəb rəhbərliyi ilə əməkdaşlıq etməlidir. C variantı mübahisə edən şagirdləri dərsdən uzaqlaşdırmalıdır. D variantı müəllimlərə problemi həll etməyi tapşırmalıdır. 11-ci testimizin də doğru cavab variantı münaqişəni sakit şəkildə həll etməyə çalışmalı və lazımi hallarda isə, yəni lüzum yaranırsa, psixoloq və məktəb rəhbərliyi ilə əməkdaşlıq etməlidir. Yəni ortaq şəkildə addım atılmalıdır. 12-ci testə baxırıq. Uşaq Birliyi Təşkilatı rəhbəri məktəbdə ekoloji tədbir təşkil edərkən hansı addımları ata bilər? Yəni atmalıdır demir, ata bilər. A variantı yalnız məktəbdə tullantıları azaltmaq üçün məlumat verməklə kifayətlənməlidir. B variantı şagirdlərin iştirak etdiyi ağacəkmə aksiyaları, tullantıların təkrar emalı ilə bağlı layihələr təşkil etməlidir. C variantı ekologiya mövzusunu yalnız biologiya dərslərinə həvalə etməlidir, yəni biologiya müəllimləri. D variantı bu mövzu ilə məşğul olmamalıdır. 12-ci testimizin isə doğru cavab variantı, diqqət eləsəz B variantına baxın. Şagirdlərin iştirak etdiyi ağacəkmə aksiyaları, tullantıların təkrar emalı ilə bağlı layihələr təşkil etməlidir. Yəni doğru cavab variantımız B variantıdır. 13-cü testə baxırıq. Uşaq Birliyi Təşkilatı rəhbəri məktəbdə inklüziv təhsilin inkişafına necə töhfə verə bilər? A variantı məhdud fiziki imkanları olan şagirdlər üçün bərabər imkanlar yaradaraq və sosial tədbirlərə cəlb edərək. B variantı yalnız xüsusi siniflər təşkil edərək. C variantı bu məsələ ilə yalnız məktəb rəhbərliyi məşğul olmalıdır. D variantı şagirdləri ayıraraq fərqli qruplar yaratmaqla. 13-cü testimizin də doğru cavab variantı məhdud fiziki imkanları olan şagirdlər üçün bərabər imkanlar yaradaraq və sosial tədbirlərə cəlb edərək.
Yəni A variantı burada 13-cü testimizdə doğru cavab variantıdır. 14-cü testə baxırıq. Şagirdlərin vətənpərvərlik ruhunu artırmaq üçün hansı tədbirlər həyata keçirilə bilər? A variantı tarixi abidələrə ekskursiyalar, daha sonra vətənpərvərlik mövzusunda layihələr və görüşlər təşkil etmək. B variantı yalnız hərbi xidmət haqqında məlumat verməklə kifayətlənmək. C variantı yalnız məktəbin daxili qaydalarına əməl etməklə. D variantı bu məsələ ilə yalnız tarix müəllimləri məşğul olmalıdır. 14-cü testimizin isə doğru cavab variantı A variantıdır. Tarixi abidələrə ekskursiyalar, vətənpərvərlik mövzusunda layihələr və görüşlər təşkil edə bilər. 15-ci testə baxırıq. Bax, burada cavabları da görsəndə artıq. 15-ci test. UBTR rəhbəri şagirdlərin liderlik qabiliyyətlərini necə inkişaf etdirə bilər? A variantı onlara məsuliyyətli vəzifələr həvalə edərək, debatlar və komanda işləri təşkil edərək. B variantı şagirdlərə yalnız nizam-intizam qaydalarını öyrədərək. C variantı müəllimlərin liderlik etməsinə icazə verməklə. D variantı şagirdlərə heç bir məsuliyyət vermədən. 15-ci testimizin isə məntiqi cavabı isə onlara məsuliyyətli vəzifələr həvalə edərək, debatlar və komanda işləri təşkil edərək. Təbii ki, bu testlər Uşaq Birliyi Təşkilatı rəhbərliyinin, yəni bu vəzifəyə hazırlaşan namizədlərə bir qədər kömək məqsədi ilə çəkilib, sırf imtahanı əhatə etmir. Sadəcə olaraq məlumatlı olmağınız üçün mənə gəlir ki, bəs eləyər belə bir testlər lazımdır. Həmçinin işləyən Uşaq Birliyi Təşkilatı rəhbərləri var ki, onların da yaxın zamanlarda diaqnostik qiymətləndirilməsi aparılacaq. Artıq bu işlərə başlanılıb. İndi pillə-pillə davam edir bu işlər. İstənilən halda isə bu vəzifələrə hazırlaşan namizədlərimiz var ki, bizim aralarında doğrudan da ali təhsilli olan insanlar var, şəxslər var. Mən burada indi fərq qoymuram, yəni ali təhsil, orta ixtisas təhsili və ya təhsili olmayanlar. Yəni kimin biliyi, savadı bu vəzifəyə layiqdirsə, yəni ödəyirsə, o da gedib inşallah işləyər, imtahanda uğur qazandıqdan sonra. Sonda isə videonu bəyənib kanala abunə olsanız şad olaram. Fikir və təkliflərinizi, həmçinin iradlarınızı videonun şərh bölməsində mütləq şəkildə bizlərə bildirin. Həm biz öz nöqsanlarımızı düzəldək, həmçinin faydalı bir kanal olaraq daha da irəliyə addımlayaq. Çox sağ olun, minnətdaram. Uğurlar hər birinizə.